Bəli, əziz futbol azarkeşləri təqdim etmə sitəsində yeni təmin edirik. Daha çok komanda daha çok iştirakçı oldu ve rekord sayıda komandanın karşıda kaldı. Artık şampiyon mükafatlar mağlumdu. Gelin bu dostlar, teşkilatçılara, sporculara, bütün teşkilat kardeşliklerine alkışlarımızla teşekkür ederiz. Deməli, sponsorlara, Ben daha çok şahslara, teşekkürlər, minnətdarlıqlar bildirilir. Bizon Enerji, Dolar Sport Servis. Hansı ki, təqdim etmədən öncə müsabiqə var idi, 5 nəfər qalib seçiləcək ilk öncə. Demirək. Bizim qaydamız var. Mütləq adı çıxan şəxs burada olmalıdır. İlk növbədə ad səslənəcək. Zülfüqar 30 nömrə. Var burada Zülfüqar 30 nömrə. Mobil nömrəsini son böldə qəbul edək. 85-03. Qazalara görə 20 saniyə gözləyəcək. Var mı? Bunu göstərin. Força dese sayma, kaçar çıkarlar. Bunu safirlikse yapacağım. Yarıştırak bağlayıp ve yarıştırır. Banda şutu kısa bekliyor. Yoksa stop, daha. İlk qalib elə ki müəyyənləşməyib. Öyle bizde rakipler yok. Yorulmak kadar var. Bağlamayı. Afik 29. Asif. Hadi Asif. Asif 29. Son bir dakika bir mobil nömresi. 308. Son bir dakika mobil 308. Size ne? Evet, bravo. Nömrenizi yapıyor. Bir tane nömre diyeceğim bunu. İlk qalib müəyyənləşdi. Hansı ki, məsələ turnirin iştirakçıları Nafiz Salamov. Şifre. Nazar Akademiyanın qapısı. İkinci karşıya daha bir sırada galibi seçecek. Teşekkür edeyim, daha bir nefer seçecek. Ben iki nefer seçeceğim. Büyük çekimde iki nefer daha galibi. İki kupon seçerim. Biri seçip sonra daha biri. Evvel birini seçecek. Cahangir, mobil nömrəsinin son rəqəmləri 92-86. 92-86. Geçtiği demek Cahangir 92-86. Yok o biri Yakup İlgir 07-17. Yəqin ki bu da Yaqub Qaziyevdir. Bəli. Məhz çempion olan Marmara qrupun 7 nömrəli oyuncusu Yaqub Qaziyev bugün bir qədər deyəsən futbolçuların üzünə götürür. Doğru. Tebrik ederim Allah'ım. Üzünü galip geldi. Tebrik ederim. Daha iki nefer galip seçiyor konulardan. Ayaz 109 mobil nömresi son bir legami 68-75. Xatırlamıramsa, səhv xatırlamıramsa Ayaz adlı oyuncu olmamalıdır. Ayaz Digey
Efsane 91. Mobilyası son bölgemi. 18.56. Gelsin bir nefer gelir oradan. Herkes intizarda kimin gələcəyini gözləyir. Qalib yaxınlaşır. Kupon ilə birgə. Aksar Bey tebrik edilmiş bölümüne gelen geldi. Daha iki nefer galibimiz olmalı. Tebrik edilmiş daha iki kupon seçer. Mutlak galip burada olmalı. Son. Daha iki kupon. Bir defa rastlayın. Son defa. 1, 2, 3, son. Buna. Kupon seçiyi mutlaka da burada olmalı. Son galiblerimiz ağır saat olmalı. 192. Makinelesi son bölgemi 19.05. Meşhur kurulu yanı kaldı. McLaren 101. 54.16. Mesut geldi. İki galibimiz, son iki galibimiz. Sizden nasıl değil, bakın. Gelin, bakın gelin kimi. Bir de. Bakın. Kupon varsa bunları galibim. Odur, tebrik edilir, o kalsın bize. Telefon tercihleri yana hesabı. Foto çektiler. Son Messi. Son galiblərini bütün qalibləri, bütün adları səslənən şəxsləri təbrik edirik. Bəli, gəldik satdıq. Son məqama keçid alırıq. Bizon Süper Cup'ın çempionları, mükafatçıları təqdim olunacaq. Turnirin təşkilatçıları dəvət olunur. Aziz dostlar, ilk olarak turnurin uğurla idare olması büyük emeği var. Hakimleri devredik. Alkışlarınızla Ramiz Erdoğan, Samir Alesov. Hakimlere haklı elmeleri olacak. Ədalət təmsilçiləri bütün turnir boyu ədaləti bərqərar etməyə çalışdılar, ədaləti qorumağa çalışdılar. Sonlar indi təşəkkürnamə ilə təltif olunurlar. İmkan varsa hakimiyet ölçü. Gedər sonra çempionlar hansı ki birinci Bizon Süper Cup'ın çempionu Karperasov və sonlanmışdır. İkinci Bizon Süper Cup'ın çempionu Elikar, üçüncü çempion Grimols və dördüncü Marmara Grup. İlk turniri tutusu mükafata seçilir. 2019 yılında seçilen Bizon Süper Cup turnirler bütün ölçülerinde iştirak eden, turnirin tarihinde en çok oyun geçiren turnuva tutusu mükafata layık görülür. Bu mükafata Aslanada sekreterine Eldar Kurbanov layık görülür. Mükafatı tercih edilir Nurullah Ağabey. Eldar Kurbanov tərtib olunur. Hansı ki Bizon Süper Cup tarixində ən çox oyun keçirmiş oyuncudur. Turnirin təşkilatçıları onu təltif edir.
Rejissorlar da bizə yaxın planda Alkışlar ikramı. göstərdilər. Bombardiri. Növbət olacaq. Bizim stüdyo qapı Bombardiri. Vahid Həsənov 10 golla mükafatı təqdim edir Seyid Bağırov. Vahid Həsənov o gün də çox baxımlı akrobatik bir səfər möhtəşəm bir qolla yadda qalmışdı. O Biznes Stüdyo qapının 4-cü turnirinin Bombardirdir. 10 qolla məhz turnirin ən sərrası oyuncusu seçilir. Növbəti mükafat turnirinin ən etibarlı oyuncularından birine təqdim olacaq. Biznes Stüdyo turnirinin ən yaxşı qapısı. Ən yaxşı qapısı nominasiyası üzrə Çempion komandanın çempion qapısı Çingiz Qarayev Marmara qrupunun kiperi finalda da göstərdiyi mübarizə ilə boynu ilə fərqləndi. Turnirin ən yaxşı qapısı nominasiyası üzrə məhz mükafat ona təqdim edilir. Fərdi mükafatların ən nüfuzusu. Birinci Biznes Stüdyo turnirinin ən yaxşı oyuncusu olarak. Ən yaxşı oyuncu. Molla Akademi'den Fikriye Taşlanov. Mükafat təqdim edir. Turnirin ən yaxşı oyuncusu isə turnirin ikinci yeri Var Akademiyanın oyuncusu Fikrət Həsənov. Finalda da dubl etdi. Yarım finalda da dubl etdi. Meydanda göstərdiyi mübarizə onu bugün bu mükafata İngilizce. Komanda. layiqlidir. Bəli və mükafatların təqdim münasibəti. Birinci Biznes Stüdyo turnirinin 3. ev sahibi. Bürünç medalçı dəvət olunur. Student Cup'un Alkışlarınızla. 3-cü yeri. GDK komandası yaxınlaşır oyuncular 1-1. Onlar təklif olunacaqlar. Ve pul mükafatı təqdim olunur. Medallar və pul mükafatı. Kapitan Mehdi Rəhimov başda olmaqla daha sonra komandanın əsas qolçuları Cəfər Cəfərli, Əleytər Quliyev, Sənan Nəsirov, Kiper Nurlan, İbrahim Ahmed, digər oyuncular bir-bir yaxınlaşırlar. Mükafatı Giyik komandası. Komandaya medal təqdim olunur. Sonunda komandanın kapitanına 3. yer için ayrılan Kulov təqdim olunur. Mehdi Rəhimov 3-cü yeri. Gəlir Kulovu təqdim edək. Çəkilişdən sonra pul mükafatı. Gözləyək. Kubok ilə birgədir. Mehdi Rəhimovun əllərinə. 3. yer için Kutulara Təşkilatlar qəşatına 1000 manat pul mükafatının çeki təqdim olunur. 1000 manatlıq pul mükafatı. Xatirə fotosu. Xatirə fotosu da çəkilir. Gəlir 3. yer sahibi alçı. Onları təbrik edirik milli komandasını. İkinci dəvət olunur. 2. yer sahibi. Gümüş mükafatçı. Zəfər Cəkəlmindir. Molla Akademi. Və turnirin ikinci yeri. Onlar da çempionluğa layiq idilər. Məstəvar Akademi. Mirəli Abbas Sadəqətdən başda olmaqla 1-1. Hafiz Salamov. Daha sonra biz görüyoruz Azad Həşimlini. Bir oyuncular təltif olur. Rüfət Hüseyin Quliyev. Altın səfərli kesti oradan. Öndər kesti. Tural Məmmədli kesti. İkbər Həsənov hal-hazırda təqdim olur. Rəşad Əhmədov.
İbrahimli və sonra baş məşqçi Sal Məmmədli. Komanda yaptıkça hazırlanan kubok takım olacaq. Çok güzel mübarizə apardı komanda. Çok xahiş edirəm. Onlar Akademi Kulakçı. Kamar Akademi üçündür bu alqışlar. Allah da kuboklarını qavuşdular. Komandaya 2000 manat pul mükafatına çekil takım oldu. 2000 manatlıq pul mükafat onlar. Ben bu foto çektireyim dostlar. Komanda bir yerdə. Onlar Akademi merkezde xahiş edirik. Resmi şəxslər də fotoya gəlmək olur. Hatırlamanız üçün. Onlar da xatirə fotosu çəkildilər. Əziz dostlar, indi isə Son məqam. Hansı ki, bizim Student Cup'ın 4-cü çempionu. Şimdi birinci yerdə Marmara Group. Onlar bir yaxınlaşacaqlar. Marmara Group gəlir! Bir başda Rəsul Qaziyev, Xanmurad Məmmədov, Hüseyn Abdulov, Qüdrət Vəliyev, Yaqub Qaziyev. Onlar arasında Fərd Bəlizadə, Şöhrət Kərimli, Ümid Məhərrəli, Zabit Cavazadə, Elgün Rızayev, Şefət Çingiz Qarayev və komandanın baş məşqçisi Emin Şah Məmmədov. Daha büyük heyetler, daha büyük komandanın daha büyük heyecanı geçirecek. Şampiyon komandaya medal, özel kubok ve 3000 manat pul mükafatı verilecek. Ama dikkatli esas pul mükafatı gönderilen seçimi. Aziz Sokovic Otosar, kenara geçmeye çok xahiş edirik. Valideynler, drone kadrolar götürme imkanı yoktur. İmkan verin drone kadro götürsün, xahiş edirik. Xahiş edirik dostlar, səhnədə önüne geçer drone kadrolar götürebilsin. Xahiş olur, hamı biraz geriye. Aziz dostlar, bir de gel. Foto çektirerek Marmara grubu bir yedir. İndi komandanın kaptanı kubok vereceğim ama bir şartla ki 5'ten geriye sayacağım. Kubok gelir ya. 5, Məsələ çempionların kuboku. 2, 1. Bizon Student Cup'ın çempionu Marmara Group. Şahid olduğu həqiqətən də möhtəşəm bir turnir keçsi. Bu turnirlərin davamını bilirik. Bütün tələbələrə uğurlar arzu edirik. Bu dəqiqələrdə sizlərlə mən oldum Mikail İsoğlu. Mən artıq öz yerimi rejissorlara bırakıram və sizi kadrlarla baş-başa bırakıram.
gençlere, oyuncuların yakınları, dostları, valideynlerini tebrik edirik. İnanır ki